Bir dənə bax, mən öz təcrübəmdən bir dənə misal deyim. Baxın, biz əvvəl bizdə bir mebel vardı, köhnə mebel idi. Yəni həmin mebel çexski mebel deyirdilər belə. Mebelə baxırdım, sinanmasız. Biz ora yığırdıq paltarları. Mən öz paltarlarımdan danışıram, başqasını yox. Paltarlarımı yığırdım, eləyirdim, söylədim. Mənə tam olaraq yetirdi, çox gözəldir. Bu həm də yığcam idi, balaca idi, böyük də deyildi. Necə oldu indi dedik bunu dəyişdik, yeni bir mebel gəldi. Mebelə baxıram, içinə yığıram, sığmır. Yəni çox narahatdır götürmək, nəsə şey eləmək. Deyirəm, bu necə oldu? Mən təzə bir şey almışam, təzə daha böyük almışam, amma o rahatlıq məndə elə bil getdi. Bu mebeli individual olaraq özünüz yığdırmışdınız? Yox, hazır alınmışdı. Bax, indi hazır mebellə sizin üçün individual hazırlanmış mebelin fərqini hiss elədiniz. Düzdür, o da individual hazırlanmamışdı, amma o elə bir universal salmışdı. Baxın, siz diqqətlə baxsaydınız orada çəkməcə əgər var idisə, çəkməcədə heç bir mexanizm yox idi. Hər iki tərəfi oyma taxta ilə idi. Taxtanın üstündə gedib gəlir onlar. Orada itki yox idi. Ya indi mexanizmlərin kənarında itki olur və yaxud da ki alt hissəsində. Yəni o əvvəllər standart idi, amma maksimuma hesablanırdı. İndi isə minimuma hesablanır. Standartlar, yəni standart seriya şəklində düzəldilmiş mebellər normalda aşağı ölçülərlə verilir. Yəni o maksimum rahatlığı, keyfiyyəti nəzərə alınmır ki, seriya mebellərdir. Hamı üçün nəzərdə tutulur. Yuxarı segment üçün yox, aşağı və orta segment üçün. Amma bir dənə belə bir şey deyim. Baxın, bizim demək olar ki, ikinci ən çox gün keçirdiyimiz yerlərdən biri, bizdə belə deyim də, qonaq otağıdır. Qonaq otağında bax, şəxsən mənim üçün çox vacib olan bir şey divan və kresloların çox rahatlığıdır. Hətta mən belə deyim də, düzdür, görünüş olsaydı lap gözəl olar ya. Amma yəni mənim üçün rahatlıq birinci önəmlidir. Çünki belə deyim də, adam işdən gələndən sonra ən çox vaxt keçirdiyi yerlərdən biridir. Bax burada nə nüanslar var? Bax, kifayət qədər çox brendlər var, müxtəlif. Belə istənilən sexdə hazırlamaq olur. Hər yerdə hazırlanır da demək olar ki, istədiyin ölçü, istədiyin nə istəyən hazırlayırlar. Sadəcə olaraq mən bunu seçmək üçün bir bunu gəzməliyəmmi bunun hamısını? Yoxsa nəsə bir formula tapmaq olar, necəsə bir şey tapmaq olar ki, bəli, sən bu tipli götürsən, sənin üçün filan şey üçün sən rahatdır. Məsəl üçün kinoya baxmaq üçün bu rahatdır. Məsəl üçün filan şey üçün bu rahatdır. Dincəlmək üçün bu biri rahatdır. Varmı belə bir? Var. Yumşaq mebellərdə xüsusilə qonaq otağında istifadə olunan mebellər bayaq dediyim o sıxlığa görə və sizin üçün individual olaraq hazırlana bilir. Yəni siz müraciət edirsinizsə, o qupqanın sıxlığını siz özünüz, sizin üçün necə rahatdırsa, ona uyğun şəkildə sifariş verə bilirsiniz. Yəni mebellərin özündə belə siz məsələn tutaq ki də zalda, qonaq otağında biz bir yumşaq mebel qoymuşuq. Divan qoymuşuq, düzdür? O divanın təyinatı nə olacaq? Oturub televizora baxmaq mı olacaq? Oturub, tutaq ki, ailə ilə oturub danışmaq mı olacaq? Yəni, kinoteatr tipində mi olacaq mənzilimiz? Bunların hamısı nəzərə alınır. Daha çox açılıb bağlanan mı olacaq? Əlavə qonaq otağımız varmı? Əlavə qonaq gələndə ondan istifadə edəcəksinizmi? Və ya əlavə yataq kimi istifadə edə biləcəksinizmi? Bunların hamısı şərtdir, Fuad bəy. Onlar təsir edir. Bu bir. İkinci, indi keçdik o birisi məsələyə. Sıxlığını sizə görə təyin elədik. Keçdik onun üst təbəqəsinə, parçaya. Parça seçimində sizə xoş olan, məsələn, elə görüntü olaraq o qədər xoşunuz gələ bilər o divanın. O parçanı biz toxunsanız deyəcəksiniz ki, yox, məndə diskomfort yaradır. Meşok tipində parçalar var, vilur tipində parçalar var. Siz o parçaya toxunub seçməlisiniz. Yəni, o da bir, o parçanın sıxlıq məsələsi var. Bunların hamısı şərtdir. Əslində, mən sizə deyim, baxın, başqa bir dostumuz var, onun evində oldum mən. Mənə bildirdilər ki, o bir dostlarım bilir ki,
dəhşət rahatdır da, çox qəşəng mebeldir bu belə elə. Gəldim mən oturdum, yəni həqiqətən də çox bahalı mebeldir, bahalı bir brenddən idi. Ha, oturdum, mənim xoşuma gəlmədi. Ha. Baxın Fuad bəy, Amma bahalı o demək deyil ki, mütləq sizin xoşunuza gəlməlidir. Bahalı o demək deyil ki, o komfortludur. Bahalı o demək deyil ki, siz orada özünüzü rahat hiss edəcəksiniz. baxın, bir dənə nüans deyim. Eyni evdə biraz kənarda elə bir ki bir divan da değildi. O ya kreslo tipli də, yəni bir şey var idi. Mən ona yaxınlaşdım. Eyni materialdır. Görsən ki, üzü eynidir. Oturdum, çox rahat oldu da ya. Deyirəm, bu qədər kontrast bir evin içində, bir mebelin içində. Yəni bu siz belə baxarsınız ki, nədir? Yəni divandır da, istənilən birində otura bilərəm, amma elə deyil də. Yəni baxsan ki, hə bir 5 dəqiqə oturarsan, amma uzun müddət Dincəlmək oturmaq üçün istəsən, deyil. deyil. Onu hə. deyirdim ki, təyinatına görə fərqlənir. Dincəlmək üçünmü, nəzərdə tutulur, yatmaq üçünmü divan nəzərdə tutulacaq, kinoteatr tiplimi olacaq. Bunların hamısı soruşulur. Və buna uyğun seçilməlidir. Yəni birbaşa mən getdim, oturub hazır mebellər alanda gedirsiniz, bəlli bir ta ki çeşidlər qoyulur qarşınıza, onlardan seçirsiniz. Amma individual mebel sifariş verəndə o sizə özəl yığılır. Yəni o sizə məxsus olur və sizə xas olur. Bir də ki, bu siz fikir versəz, əvvəllər daha çox divan idi, divan var idi, yanında kreslo var idi, hər bir şey var idi, amma yanında bir də görürsən dədə-babadan belə qablar zadlar düzülmüş, belə mebellər var idi. Ha, indi onların vəziyyəti necədir? Onu mətbəxə daşımışıq. Onu mətbəxə daşımışıq. Hə, biz şəxsən yığışdırmışıq, bizdə yoxdur, amma necə gedir bu dəqiqə? Şüşəli qapaqlı bir servant tipində, ya bu qadınların hamısında vardı, qab nümayişi. Qabı göstərməyi sevirik, yəni biz elə bil ki, ondan bir xanımlığımızı göstərmək istəyirik, evdarlığımızı göstərmək istəyirik. Bu daha çox indi inteqrasiya olunub mətbəxə. Mətbəxdə şüşəli bir zona ayrılır. Yəni ümumilikdə götürəndə bəlkə də bir 10 dənə qab qoyulur ora. Yəni funksional deyil, amma göstəriş üçündür. Çox maraqlıdır, dəyişəni.